son dövrlərdə bəzi kişi personalar var. Podkastlar açırlar, podkastlara qonaq gedirlər və bu insanların məzmunlarının əsas tərkib hissəsi qadınlara aid mövzulardır. Məsələn, boşanmalar, qadınların boşanmaya olan münasibətləri. Bir müddət sonra insan düşünür ki, bu tək fikir mübadiləsi deyil, burada qərəzli bir mövqe var. Ya bu adam anası tərəfindən, ya da həyatındakı hər hansı bir qadın tərəfindən travma alıb deyə bu üslubda danışır. Mən sizin haqqınızda, sizin yaxın ətrafdan məlumat toplayanda deyilən bir şey çox diqqətimi çəkdi ki, Mirşahin Ağayev qadınlara həssasdır, ultramədənidir. O, onun zəif nöqtəsidir ki, hər kəsə mədəni bir yanaşması var bütün qadınlara. Sizə görə belə bir dəyərlərə sahib olmaq üçün bir kişinin bir qadına olan münasibətinin başlanğıcı hardadır? Atasının anasına olan münasibətində, böyüdüyü ailə modelində, yoxsa həyatında iz qoyan qadınlarla yaşadığı təcrübələrdə? Hər üçündə, amma eyni zamanda dördüncü qütbü də unutmayaq. Dördüncü qütb mütaliə etdiyim əsərlərdə, oxuduğum kitablarda. Mənim ötürü qadın yaranışın ən mükəmməl nümunəsidir. Ən pis qadın belə yaranışın ən mükəmməl nümunəsidir. Ola bilər ki, o korlanıb, ola bilər ki, tale tramvayı, tale qatarı onun üstündən keçəndə hardasa bir Anna Kareninalı yanaşması, yaxınlaşması, yaşanması keçə bilərdi tale ilə, bunu eləməyib, bəlkə də intihardan salamat çıxıb, amma bütün onlarda qadınlara münasibəti mənim həmişə fərqli olub. Biz Azərbaycan qadını haqqında danışanda adətən ya pıçıltı ilə danışırıq, ya amiranə danışırıq, hökmvari danışırıq, ya da ki susuruq. Mən şəxsən belə hesab edirəm ki, qadın məhz o hissdir ki, o hissədir ki, insanı həmişə formada saxlayır, kişini həmişə formada saxlayır, oğlu həmişə formada saxlayır, övladı həmişə formada saxlayır və bütün bunlarla bir yerdə cəm olaraq dövləti, vətəni, torpağı formada saxlayır. Şəxsən belə hesab edirəm ki, ana vətən heç də analara və yaxud vətənə kompliment deyil. Ana vətən anlayışı bioloji olaraq, mənəvi olaraq, fizioloji olaraq çox böyük bir həqiqətin adıdır. Məsələn, vətən əslində anadan sonradır. Birinci vətənimiz anadır. Birinci vətənimiz anadır. Vətən ikinci əldir. Biz anamızın bətninə düşürük, ora olur birinci vətən, ona görə ana vətən deyirlər. Digər tərəfdən mənə gəlir ki, qadın həyatın mənasıdır. Bir mənalı şəkildə bu belədir.